Valideynlər, bugün sizləri kanalımda xoş gördüm. Bugün sizlərə məktəbə hazırlaşırıq kitabının birinci hissəsini izah edəcəm. Gəlin başlayaq qaldığımız yerdən. Deməli, biz bugün sizinlə keçəcəyik daxili üzvlər bölməsini. Artıq deməli biz 6-cı bölmədəyik. Gəlin ilk öncə buradakı şəklə baxaq. Deməli, buradakı şəkildə bir tərəfdə balıq sümüklü görsənir, bir tərəfdə isə elə öz halındaca görsənir. Kirpi isə bunu araşdırır. Gəlin indi isə sözlərimizi oxuyaq. B, E, Y, İ, N, beyin. Ü, R, Ə, K, ürək. B, Ö, Y, R, Ə, K, börək. Q, A, R, A, C, İ, Y, R, qaraciyər. A, Q, C, İ, Y, R, ağciyər. M, Ə, D, Ə, mədə. S, Ü, M, Ö, K, sümük. Deməli, bugün biz bu bölməmizdə bu sözlərdən çoxlu istifadə edəcəyik. Bədənin hansı daxili üzvlərini tanıyırsan? Deyə bilərik ki, ürək, böyrək, qaraciyər, ağciyər, mədə, sümük. Tanıdığın daxili üzvlər nə iş görür? Deməli, biz deyə bilərik ki, ürək döyünür ki, bədən yaşasın. Sonra mədə. Mədə bütün günü yediyimiz yeməkləri həzm edir. Sonra ağciyər vücudu hava ilə təmin edir. Qaraciyər isə qanı təmizləyir. Sonra keçək, deməli deyir ki, onların sağlam olması üçün nə edə bilərik? Əlbəttə ki, sağlam qidalana bilərik. Çalışarıq ki, sağlam qidalanaq və s. Deyir ki, daxili üzvün şəklini onun kölgəsi ilə birləşdir. Deməli, biz burada şəkillər verilib, daxili üzvlər. Bunların hər biri daxili üzvlər adlanır. Adda isə kölgələri var. Onları uyğun birləşdirəcəyik. Deməli, gəlin birləşdirək. Bir dəqiqə. Ağciyər. Deməli, buna uyğun gələn burada görsənir. Ürək. Ürək görürük ki, altda ağciyərin yanındadır. Beyin. Beyin mədənin yanındadır. Mədə də beynin yanındadır. Yox, bu buradadır. Bir qaldı qaraciyər. Qaraciyərimiz isə aşağıdakı kölgələrlə birləşdiririk. Daxili üzvləri bədənimizdəki yerləri ilə birləşdirir. Yenə çox asan bir sayda tapşırıqla qarşılaşırıq. Deməli, burada biz daxili üzvləri bədənimizdəki yerləri ilə birləşdirəcəyik. Gəlin birləşdirək. Ağciyər kölgəsindən də bilinir. Sonra beyin. Beyin burada uyğun gəlir. Qaraciyər isə baxın, düz ağciyərin yanındadır. Bu bura böyrək. Deməli, biz buradakı şəkilləri bir birləşdirdik. İndi isə keçək mətnimizə. Deməli, mətnimizin adı hansı vacibdir? Daxili üzvlər bölməsinin 2-ci mövzusundayıq. Hansı vacibdir? Gəlin, mən ilk öncə bunları işarətləyim. 1, 2, bir dəqiqə. Daha doğrusu işarələməyim. Elə sırası oxuyaq. Birincisi deməli olacaq ürək. Mən döyünürəm ki, bədən yaşasın. İkincisi olacaq mədə. Bütün günün yeməkləri həzm edirəm. Üçüncüsü olacaq ağciyər. Biz vücudu hava ilə təmin edirik. Dördüncüsü isə olacaq. Mən qanı təmizləyirəm, yəni qaraciyər. Beşincisi isə beyin olacaq. Yox, hamısı birdən deyəcək ki, hər birimiz bədən üçün vacibik.
Bunda isə hamısı danışacaq. Dostlar niyə mübahisə etdilər? Onlar bir-birlərindən daha üstün gördülər. Məsələn, ürək mədədən özünü daha üstün görürdü. Mədə ağciyərdən özünü daha üstün görürdü. Elə onlar artıq mübahisə etməyə başladılar. Səncə onlardan ən vacibi hansı üzvdür? Bu sizə aiddir. Tutaq ki, deyə bilərsiniz, hər biri bizim üçün daha vacibdir. Tutaq ki, deyə bilərsiniz, ürək, qaraciyər, beyin və s. Sən sağlam olmaq üçün nə edirsən? Deyə bilər ki, sağlam qidalanıram, təbii şeylərdən yeyirəm və s. Deməli, indi keçək mətnimizin artıq ikinci tapşırığına, səhifə 69-dayıq. Deyir ki, hər bir daxili üzvün fikirlərini söylə. Şəkildəki hansı daxili üzv mübahisədə iştirak etməmişdi? Burada ilk öncə ürək başlayırdı. Ürək deyirdi ki, mən döyünürəm ki, bədən yaşasın. Sonra mədə. Bütün günün yeməkləri həzm edirəm. Sonra isə ağciyər dedi ki, biz vücudu hava ilə təmin edirik. Sonra qaraciyər dedi, mən qanı təmizləyirəm. Axırda isə beyin dedi ki, hər birimiz bədən üçün vacibik. Deməli, burada deyə bilərik ki, bu mübahisədə iştirak etməmişdi. Deməli, bu günlük sizinlə son tapşırığımız idi. Sağ olun. Yeni videolarda görüşənədək.